Salam, mən Boris Nəsrullayev. Siz məni bu videodan tanıyırsınız. Tədbirimizdə 6 nəfər xarici universitetlərdən qəbul olunmuş spikerlərimiz var. Xarici universitetlərə sənəd göndərilməsi, qəbulu və hazırlaşması prosesi haqqında ətraflı məlumat verirlər. Bu Şəkidəki orucu idi. İndi isə mən Bakıda Ruf Akademiyada işləyirəm və xaricdə təhsilə hazırlaşıram. Mənim bu nöqtəyə gələ bilməyimdə çox vacib rolu olan bir şey var idi. O da könüllülük. Və indi Dünya Könüllülük Günü olduğuna görə mən sizə bu haqda məlumat vermək istəyirəm. Bundan əvvəl bir çox könüllülüklərdə iştirak etmişəm və buradan mənim qazandığım bir çox şeylər olmuşdu. Bunlardan ən önəmlisi isə network idi. Mən qatıldığım hər könüllülüklə çox dəyərli insanlar tanımışam və son dəfə qatıldığım Ruf Akademinin Top Talks tədbirində olan könüllülükdə mən artıq bu işi və xaricdə təhsil imkanını əldə etmişəm. Sizə də onu deyə bilərəm ki, könüllülüklərdə iştirak etməyin sizin üçün heç bir ziyanı ola bilməz. Bəzi insanlar könüllüyə pulsuz iş kimi baxırlar. Lakin bu tamamilə doğru yanaşma deyil. Çünki bu halda belə siz çox dəyərli təcrübə əldə edirsiniz ki, gələcəkdə sizin həyatınızda çox böyük təsiri ola bilər. Ey gənclər, sizə səslənirəm. Siz də könüllülüklərdə iştirak etməyə başlayın ki, gələcəkdə onun təsirini görə biləsiniz.